Deməli müəllim qeyd elədi və müəllim qeyd elədiyi kitablarda mən yenə bildirirəm ki, onların arasında nüfuz fərqləri var. Məsələn, Xanım Mariya İbn Qibtəyə aid olan İfk hədisinin şahidləri Xanım Ayşənin özüdür. Ənas İbn Malikdir. Ömər Xəttabdır və İmam Əlidir. İmam Əli əleyhissalam hamı tanıyır. Ömər İbn Xəttabı hamı tanıyır. Xanım Ayşəni dedi axı siğə ravidir. Öz siğə ravimiz Xanım Mariya İbn Qibtəyə aid olmağını deyir və Ənas İbn Malik. Bu dəlillər məndə hardandır? Hakim Nişapurinin 4-cü kitabı, kitab 4-cü cildi, hədis 6821-də. Müslimdə isə 1069-cu hədis, 2771-ci hədis, səhifə isə 1069. Təkrar edirəm. Hakim Nişapurinin 4-cü cild, hədis 6821, Sahih Müslim, səhifə 1069, hədis 2771. Bundan əlavə də İbn Xərrat da bunu qeyd eləmişdi. Və Şia aliminin adını çəkdim, mən də bir Şia aliminin adını çəkirəm. Əllamə Hilli də Kanzul Ümalda 12-ci cildin 3550 nömrəli hədisin səhifədə 454-də Xanım Mariya İbn Qibtəyə aid olmağını deyir. 4 dənə məşhur siğə ravilərin və şahidlərin adını mən çəkirəm. Və mən tələb edirəm ki, bu ravilərdən, bu şahidlərdən üstün səhabə adı mənə çəkə bilmir. Birinci çəkdiyi adam Xanım Ayşənin xidmətçisidir, xidmətçidən soruşulur. İkinci hədisləri isə mənə gətirilir təfsirdən. Təfsir isə mən dediyim ayələri, mən dediyim hədislərin ziddinə verilir. Və orada şahid orada yoxdur. Zəhmət olmasa şahid varsa Səhih Buxaridə, Müslimdə, Xanım Ayşənin 4 sətirlik hədisində gətirsin, qoysun ortaya şahid var. Çünki sən də deyirsən var, mən deyirəm yoxdur. İddia eləyən sənsən, subutunu gətir. Səhih Buxarinin 2-ci cildinə aç, deyən ki, burada filan səhabənin adı yazılıb. Mən oxumuşam, yoxdur orada. Və mən oxuduğum hədislərində, Müslimdə də, Hakim Nişapurunda da Ənas İbn Malik kimi sahabə, Ayşənin özü, Ömər İbn Xəttab və İmam Əli kimi şahidlər Xanım Mariya İbn Qibtəyə aid edirlər. Bu qədər sadə. Toğrul, bir dənə mən danışandan sonra kimizin də mikrofonunu aç, yəni belə olmur. Ya koment aç, adamın ürəyi sıxılır. Yəni bu danışır, yəni eyni şeylər. Qardaş, sənə komment lazımdır. Dəqiqəni artıq 5 dəqiqə eləyəcəm. Yox, kommenti yəni özüm yazmaqdan ötürü deyirəm. Yəni bu belə çox olur. Yəni mən danışandan sonra kimizin də səsini aç, ikimiz də qarşılıqlı olaraq danışaq. Yəni məsələ nədir? Bu bayaqdan deyir məsələn Müslimdə filan nömrəli hədis, Hakimdə filan nömrəli hədis. Nə bilim Kanzul Ummal filan şey filan. Amma yəni mətni oxumur ki, mətndə görək nədən söhbət gedir. Amma mən baxıram məsələn Müslimdə dediyi hədisin Mariya anamızla heç bir əlaqəsi yoxdur. Nə də ki bu ayənin ona aid olduğuna heç bir əlaqəsi yoxdur. Nə dediyi hədis, nə Hakim Əl-Nişapurinin Mustadrak əl-Səhihində, nə bilim heç bir nə Müslimdə, nə Buxaridə elə bir hədis yoxdur. Yenə deyirəm, burada özünə görə elmli şiələr belə, cahil olmayanlar, elmli şiələr belə bilir ki, Əhl-i Sünnətin görüşü və Şia alimlərinin görüşü, bəzilərinin görüşü oldu ki, Nur surəsi 11-dən 21-ə qədər, 22-yə qədər Ayşə radiyallahu anhə barədə nazil olubdur. Deməli, əlimdə olan kitab Sahih Buxari, 2-ci cild, Muhammed Əbdülqadir Atanın təhqiqi ilə. Həmən o dəstə ki, Ayşəyə və yaxud digər Peyğəmbər xanımına zina eləyib töhmətə atanlar ki, tərcüməçilər qeyd eləyir ki, onlar münafiqlərdir, bir dəstə münafiqdir. Görək bu onların dediyi kimidir ya yox. Deməli Sahih Buxari, Kitabul Məğazi, 3826 nömrəli hədis. Hədis uzun mətndən 1 səhifə, 2 səhifə, 3, 4 səhifədən ibarət olan bir hədisdir. İndi diqqət edin. Mövzumuza aid olan suala cavab olan hissəsini oxuyuram. Və qalə Urvatu aydan. Ürvə dedi: Ləm yüsəmmə min əhlil ifk aydan
İlla Hassan ibn Sabit, Mistah ibn Əsasətə və Həmnətu binti Cəhş. Deməli, diqqət edin. Hassan ibn Sabit, Mistah, bir də Həmnətə. İki kişi, bir qadın. Hassan ibn Sabit bir İslam alimi yoxdur ki, desin ki, o münafiqdir. Peyğəmbərin şairi. Amma tərcüməçilər deyir ki, ifk atanların hamısı kim olub? Münafiq olub. Ya araşdırma düzgün deyil, aparmayıblar, səhv araşdırma aparıblar, ya da məqsədli şəkildə müəyyən maraqlar var ortada, hər halda. Hassan ibn Sabit Peyğəmbər səhabəsidir və münafiq deyil. Mistah ibn Əsasə, bu da Peyğəmbər səhabəsidir, münafiq deyil. Həmnə binti Cəhş, bu da Peyğəmbər səhabəsidir, münafiq deyil. Bəli, münafiqlər bu mövzudan istifadə ediblər. Amma ifk, töhmət atan şəxslər hamısı münafiq olmayıb. Adları zikr olunan hələ 3 nəfər Peyğəmbər səhabəsidir və münafiq də deyirlər. Fi nasin axərin la ilməli bihim. Deməli, başqa adamlar da var, amma adlarını bilmirəm, Ürvə deyir. Amma üçünün adını bilirəm. Həssan, Peyğəmbərin şairi, Mistah və Həmnətə. Bu 3 nəfər Peyğəmbər səhabəsi Ayşənin zina etməsini cəmaatın arasında deyirmişlər və adları da bugünkü günə qədər gəlib çıxıb. İndi sonra tövbə eləyiblər, eləməyiblər, o soranın işidir. Mənim mövzum tərcüməçilərləndir. Tərcüməçi buyurur ki, deməli, tərcüməçi buyurur, deməli, Ələddin müəllim buyurur, bu ayə və bundan sonraki 9 ayənin nazil olma səbəbi bir qrup münafiqin Həzrəti Peyğəmbərin xanımı Ayşəyə iftira atmasıdır. Bir qrup münafiq. Vinyadov. Deməli, münafiqlərdir. Bir zümrə, bir dəstə münafiqlərdir. İndi sual, Həssan ibn Sabit, Mistah və Həminə kim bunlara münafiq deyir? Və kim bunlara münafiq deyə bilər? Mömin insanlardır. Allah hər birini rəhmət eləsin. Bu, Buxaridən olan birinci dəlil. İkinci dəlilimiz Ziya müəllimin, belə deyək və yaxud Ələddin müəllimin bütün o ifk əhlinin münafiq hesab edilməsi xəta olduğuna dəlil. Deməli, Musnəd İmam Əhməd ibn Həmbəl, Cüz-i Thəmin Haşa, 18-ci cild, səhifə 14. 25500 nömrəli hədis, təxricdə də yazılır, isnaduhu sahih. Hədisin sənədi nədir? Sahihdir. Burada da yenə Buxaridə olan eyni kəlamı eyniliyinə qeyd edir. Qalə Urva, ləm yüsəmmə min əhlil ifk illə Həssan ibn Sabit, Mistah və Həmnətə. Deməli, Həssan, Mistah və Həmnə. Və digərlərinin də adını bilmirəm. Yəni də digər Peyğəmbər səhabələri var, münafiq deyirlər. 3 nəfərin adınsa bu şəxs burada açıq-aşkar qeyd edir. İndi gəlirik, deməli, Buxaridən qeyd elədi, Əhməd ibn Həmbəldən qeyd elədi ki, bu şəxslər həqiqətən də münafiq deyirlər. Yəni, o tərcümələrdə xəta bu səmtdə özünü açıq-aşkar göstərir və tərcümələrdə də xahiş edirəm, gələn çaplarda, kitab çap olunacaqsa tərcüməyə fikir verilsin və saytda da, Quran.az saytında da düzəliş aparılsın. Deməli, indi qaydırıq yenə sualımıza. Nur surəsi 11-ci ayə. Bütün İslam aləmi deyirmi ki, Ayşənin haqqında nazil olub? Deməli, məsələni necə izah edək? İfk hadisəsi, hədislərə baxsaq görərik ki, bu hədisi Ayşədən başqa heç kim nəql eləmir. Yəni, belə deyək də, töhmət olunan şəxs hadisəni özü nəql eləyir ki, bu səhnənin qurbanı mənəm. Yəni, başqa ikinci bir səhabə yoxdur ki, nəql eləsin ki, bu hadisə Ayşənin haqqındadır. İkinci bir səhabə yoxdur. Diqqət edin, Səhih Müslimdə, deməli, bab hədisul ifk, tövbə kitabı, kitab-ı tövbə, bab fi hədis əl-ifk. Deməli, 2770 nömrəli hədis, ən hədisi Aişə, qalət Aişə. Hadisəni Ayşə nəql edib birinə, o hadisədə iştirak eləməyən bir şəxsə ki, mənim haqqımda belə bir şey olub, bu ayə mənim haqqımda nazil olub. Başqa ikinci bir adam yoxdur ki, şahidlik eləsin ki, bu ayə Ayşənin haqqında nazil olub. Eyni şey Buxaridə də. Yenə Kitab-ül Məğazi 3826 nömrəli hədisdə ən Aişətə. Ayşə nəql eləyir 1 səhifə, 2 səhifə, 3, 4 səhifəlik kəlam nəql eləyir. Ayşədən başqa bu hədisi heç kim nəql eləmir.
Elə bir bu hadisənin içində Ayşədən başqa heç kim olmuyor. İkinci səhabə yoxdur desin ki, bəli, mən də şahidəm ki, Ayşənin haqqında bu şeylər baş verib. Münafiqlər və yaxud peyğəmbərin mömin səhabələri Həssan, Mistah və həminə Ayşəni zinanla ittiham edir. İkinci şahid yoxdur. Səhnənin bir şahidi var, o da Ayşənin özüdür. Bu da elmi baxımdan mövzuya düzgün yanaşma sayılmır. Amma ikinci şəxs ki, peyğəmbər zövcələrindən ittiham olunur, peyğəmbər zövcəsi Mariyə. Mariyə adında peyğəmbərin zövcəsi. Tərcüməçilər heç ondan nə yaxından, nə uzaqdan, heç mötərizədə belə nəql eləməyiblər ki, Mariya ehtimalı da ortada var. Mövzunu irsal el-müsəllamat kimi elə gətiriblər ki, vəssalam, elə budur, ikinci bir rəy yoxdur, xeyr, elə deyil. Bax, dikkat edin, yenə təkrar edirəm. İfk ayəsinin Ayşənin haqqında nazil olmasının ravisi fəqət bir nəfərdir, o da Ayşənin özüdür. Və şəxs özü haqqında da belə deyək də, belə mövzularda şahidlik eləməyi qəbul sayılmır. Ən azından bir digər nəfər də deməlidir ki, bəli, mən də bu səhnənin şahidi olmuşam. Yoxdur, Ayşədən başqa yoxdur. Amma Mariya məsələsində, peyğəmbər zövcəsi Mariya haqqında, deməli, Ənəs ibn Malik səhabə. Sonra Ayşənin özü, Ömər ibn el-Xattab və Həzrəti Əli. Bu 4 nəfər şahidlik eləyirlər ki, peyğəmbər zövcəsi ki, ifklə ittiham olunub, o Mariyədir, Ayşə deyil. Diqqət edin, hətta Ayşənin özü ifk məsələsində buyurur ki, bu Mariyədir. Diqqət edin. Müstədrək ələ Sahihayn Hakim Nişaburinin 4-cü cild. Deməli, hədis 6821 nömrəli hədis. Ən Ayşətə. Ayşə nəql edir. Və Ayşədən də kim nəql edir? Urvə. Və biz o Buxaridə və Müslimdə də gördük ki, Urvə səhnədə var. Ayşə nəql edir. Deməli, Peyğəmbər Ayşədən soruşur. Vələ əşşəbəh. Uşaq mənə oxşayırmı? Mariya uşaq dünyaya gətirib və Ayşədən soruşur ki, uşaq mənə oxşayır. Ayşə buyurur, qalət, fəhəmələni ma yəhmilun nisa minəl qeyrə. Deməli, qısqanclıq məni bürüdü. Necə qadınların təbiətində var onu qısqanclıq bürmək, qadının qadına qısqanclığı. Ən qultu ma ərəşəbəhən. İbrahim sənə oxşamır. Belə bir sözdür. Qalət və bələğə Rasulullah ma yəqulun nas. Cəmaatın Mariyənin haqqında dediyi sözlər Peyğəmbərə yetişdi. Fəqalə li Aliyin. Peyğəmbər Əli əleyhissalama dedi, xuz hadə seyf, bu qılıncı götür, intaliq, yola düş, fadrib unuq ibn əm Mariyə, heysu vəcədtəhu. Mariyənin əmsi oğlunu tap və onu qılıncdan həyatına son qoy. Yəni, Mariyə ittiham olunur zinanla kimlə kimin arasında? Əmsi oğlu. Ki, bu uşaq ki var İbrahim, o Peyğəmbərdən deyil, kimdəndir? Əmsi oğlundan. Həzrət Əli əleyhissalam belə bir Peyğəmbər zövcəsinə iftira atılır. Həzrət Əli əleyhissalam yola düşür, məzmunu qeyd edirəm, gəlir həmin adam tapır, həmin adam qorxusundan, əynindən o geyimi düşür və görülür ki, bu adamın zina eləməyə gücü qüdrəti yoxdur. Yəni elə bir xilqətdədir ki, həmin bu Mariya xanımın əmsi oğlu elə bir fizionomiyası elə bir haldadır ki, bu zina eləmək mümkün deyil və Həzrət Əli əleyhissalam belə vurğulayır ki, فَإِذَا هُوَ لَمْ يَخْلُقُ اللّٰهُ عَزَّ وَجَلَّهُ مَا لِلرِّجَالِ. Kişilər üçün yaratdığını Allah onun üçün yaratmayıb. Yəni bu zina eləyə bilməz. Yəni bu töhmət yersizdir. Deməli, bu hədisin haqqında kimsə elə bir irad bildirə bilər ki, bunun səhihliyi filanlığı. Deməli, bunu qoyuram kənara, gəlirəm Səhih Müslimə. Səhih Müslimdə diqqət edin. Səhifə 1069 Səhih Müslim 2771 nömrəli hədis. Deməli, Ənəs, Peyğəmbər səhabəsi Ənəs nəql edir. Ənə rəculən kənə yuttəhəmu bi ummu vələd Rasulillah. Ummu vələd, yəni kənizdi və uşaq dünyaya gətirib. Və Peyğəmbər zövcələri arasında Mariyanın kəniz olduğu bəllidir və uşağı da olduğu bəllidir. Mariya ilə bir kişini ittiham edirdilər zinada. Fəqalə Rasulullah li Aliyin, Allah Resulü Həzrət Əliyə dedi, İzhəb vadrib unuqahu. Ged həmən o mənim ailəmə belə bir iş görən, belə bir cinayət eləyənin boynunu vur. Fəətahu Aliyyun. Həzrət Əli əleyhissalam Peyğəmbərin əmrinə itaət olaraq gəlir və həmən adamı tapır. Fəidə huva fi rəki. Rəki bir belə deyək, quyu, bir ürün və yaxud bir qəton, bir gölməçə və yaxud bir quyu. Yətəbərrədu fihi. Sərinlənir də həmən adam orada. Fəqalə ləhu Aliyyun. Həzrət Əli əleyhissalam ona dedi, uxruc, çıx oradan bayra. Fənavələhu yədəhu fəxrəcəhu. Həzrət Əli əleyhissalam uzatdı və onu o quyudan və yaxud o gölməçədən çıxartdı. Fəidə huva məcbub leysə ləhu zəkər. Tərcümə eləmirəm. Deməli, mənası belədir ki, onda kişilərə aid olan hissə yoxdur. Deməli, suyun içindən adam lüt çıxır və görünür ki, bunda bu şey yoxdur. Fəkəffə Aliyyun ənhu. Həzrət Əli onu tərk eləyir, ona heç bir zərər yetirmir. Sümmə ətən nəbi. Sonra gəlir Peyğəmbərimizin yanına. Fəqalə ya Rasulallah, ey Allah Rəsulü, innəhu lə məcbub. Həmən bu şəxsdə kişiyə aid olan hissə yoxdur. Deməli, Ayşə kəniz deyil. Və Ayşənin uşağı da yoxdur. İttiham olunan, zina ilə ittiham olunan şəxs kəniz olub və uşağı olub. Kəniz olan və uşağı olan da Səhih Müslimin bu rivayətinə əsasən nədir? Mariya, Ummul Müminin Mariya xanımdır. Daha aydın və daha aşkar bir-iki kitabı da qeyd edirəm. Deməli, Əl-Əhadisil Muxtara Diya-il Məqdisi Həmbəli məzhəblidir. 567-ci ildə dünyaya gəlib, 643-də vəfat edib. Deməli, 2-ci cilddə Əhadisil Muxtara kitabı. Bu kitabın haqqında qısa məlumat verim. Deməli, Buxari və Müslim
müəyyən qədər hədisləri öz şərtlərinə də uyğun olsa, öz kitablarında yazmayıblar. Onlardan sonra gələn alimlər isə çalışıblar istidrak eləsinlər. Yəni onların buraxdığı hədisləri Buxari Müslimin şərtinə uyğun və yaxud birinin şərtinə uyğun gələrsə, onu istidrak eləyiblər. Yəni o hədis ensiklopediyasına bir növ əlavələr eləyiblər. 2 cild, 3 cild, 4 cild. Məsələn, Hakim Nişaburinin Müstədrək ələ Sahiheyn, bax həmin bu kitab Buxari və Müslimə əlavədir. Yəni Buxari öz kitabında bu hədisləri çıxarmalıymış, yazmalıymış, yazmayıb. Müslim öz səhihində bu kitabları yazmalıymış, amma yazmayıb. 4 cild Hakim Nişapuri Buxari və Müslimə istidrak eləyib. Yəni onların şərtinə uyğun elə bir hədislər yazıb. İndi müəyyən qədərini İmam Zəhəbi razılaşıb, müəyyən qədərində razılaşmayıb. Həmin bu qəbildən Buxari və Müslimə istidrak olan kitablardan da biri Ziya Əl-Maqdisinin Əhadis-i Muxtarə kitabıdır. 2-ci cild 735 nömrəli hədis, 353-cü səhifə. Filan kəsdən Həzrət Əli əleyhissalam buyurdu. Uksira ala Mariya ummu İbrahim aleyhissalam fi qıbtiyyin ibn ammillaha yazuruha. Deməli, Mariya Ummu İbrahim, İbrahimin anası Mariyanın haqqında uksira o qədər dedikodu və töhmətlər artdı Mədinədə ki, o əmisi oğlu Qibti, yəni ki, qeyri-müsəlman. Onunla evinə gəlirmiş və İbrahim həmən o əmsi oğlundandır. Yaxtəlif ileyha, yəni gedir, gəlir. Fəqalə Rasulullah xud hadə seyf. Eyni Müslimdə və Müstədrək Hakim Nişaburidə olan hədis təkrar olunur başqa kəlmələrlə. Götür bu qılıncı, yola düş, in vəcətdə onu tapdın və yaxud gördün. İndaha Mariyanın yanında faqtulhu. Onu dərhal orada qətlə yetirirsən. Eyni o hədislərdə olduğu kimi gəlir və hədisin sonunda da bəlli olur ki, bunda kişilərə aid olan bədən üzvü yoxdur. Hədisin sənədi isnaduhu Həsən, 735 nömrəli hədis, isnaduhu Həsənun. Digər bir mənbə. Deməli, Əhkamil Vusta min hadisin Nəbi sallallahu aleyhi və aleyhi və səlləm. İmam, hafiz, mühəddis, deməli, Abdülhaq ibn Abdurrahman İbnül Xarrat kimi məşhurdur. İmam, hafiz İbnül Xarrat. 510-cu ildə dünyaya gəlib, 582-də də vəfat edib. Əl-Cüzü Salis 3-cü cilddə, səhifə 343-də. Deməli, Bəzzar nəql edir. Eyni bayaqki hədislərin məzmununda, deməli, Mariya xanım ittiham olunur və sonda da Həzrət Əli əleyhissalam vasitəsilə mövzunun üstü açılır. Deməli, diqqət edin, burada bir kəlmə qeyd edəcəm. Peyğəmbər, yəni əmr edir Həzrət Əli yola düş və Mariyanın yanında görsün, onu qətlə yetir filan. Həzrət Əli əleyhissalam gəlir və bəlli olur ki, bunda kişilərə aid olan hissə yoxdur və qılıncını fəqəməttu seyfi, qılıncımı qınına saldım. Sonra gəldim Peyğəmbərin yanına, mövzudan xəbər verdim. Fəqalə, Peyğəmbər dedi: Elhamdülillahillezî yasrifu anna ehlel beyt. Şükür olsun Allaha ki, bütün bu çirkinlikləri biz əhl-i beytdən Allah neyir? Uzaq eləyir. İndi 3 burada işarə var. Gəlir 3-ə. Ravahul Bəzzar, Hafiz Bəzzar bu hədisi nəql edib. Deməli, Zəvaidil Hafiz və qalel Hafiz huve isnadun Həsən. Bu hədisin sənədi nədir? Həsən və etibarlı hədislərdəndir. Və sonuncu mənbəmiz, deməli, Əllamə Əlauddin Ali Əl-Muttaqi İbn Hüsamüddin el-Hindi. Deməli, 975-ci ildə şəxs vəfat edib, 12-ci cilddə Kənzil Ummal fi Sunanil Əqvali vəl Əf'al kitabında eyni, deməli 35550 nömrəli hədisi gətirir. Burada bir başqa kitablarda olmayan həqiqət var. Diqqət edin. Deməli, Fəqalə innə Cibrail ətani. Peyğəmbər dedi, Cəbrail əleyhissalam nazil oldu mənim yanıma. Fəəxbərəni və mənə xəbər verdi. Ənəllaha əzzə və cəl. Allah əzzə və cəl qəd bərrəəha və qəribəha. Deməli, Mariya xanımı və onun qohumunu, əmsi oğlunu Allah zina töhmətindən paçlayıb. Mimma vəqa fi nəfsi. Və bəşşərəni və Allah mənə müjdə verdi. Ənə fi batniha minni qulam. Bu xanımın bətnində mən Peyğəmbərdən bir oğlan uşağı var. Və ənəhu əşbəhul xəlqi bi. Və yaranış arasında mənə ən çox oxşayan bir varsa o da o uşaq olacaq. Və əmərəni Allah mənə əmr eləyib. Ən usəmmihi İbni İbrahim. Deməli onun adını qoyum İbrahim. Və sənəduhu Həsən. Bu hədisin sənədi nədir? Həsən etibarlı hədislərdəndir. 454-cü səhifədə. Deməli bu mənbələrə gələndə görürük ki, diqqət edin. Nur surəsi 11-ci ayənin Ayşənin haqqında nazil olması haqda bir nəfər şahidlik eləyir ki, bu ayə mənim haqqımda nazil olur, o da Ayşənin özüdür. Amma bu ayənin Mariyanın haqqında nazil olması haqqında, deməli Ayşənin özü, sonra Peyğəmbər səhabəsi Ənəs və Həzrət Əli əleyhissalam və hətta Ömərdən də nəql olunur ki, bu ayə Mariyanın haqqındadır. Deməli, mənim tərcüməçilərə tövsiyəm budur ki, ya mötərizə açmasınlar. Əgər mötərizə açırlarsa, o mötərizələrdə məzhəb inancı rol oynamasın. Öz məzhəbinə uyğun da olsa belə, digər ehtimalı da orada vurğulasın ki, oxucular aldanmasın və oxucular çaşqınlığa qapanmasınlar. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu. Yəni məsələ nədir? Bu bayaqdan deyir məsələn Müslimdə falan nömrəli hədis, Hakimdə falan nömrəli hədis, nə bilim Kənzul Ummal falan şey falan. Amma yəni mətni oxumur ki, mətndə görək nədən söhbət gedir. Amma mən baxıram məsələn Müslimdə dediyi hədisin Mariya anamızla heç bir əlaqəsi yoxdur, nə də ki bu ayənin ona aid olduğuna heç bir əlaqəsi yoxdur. Nə dediyi hədis, nə Hakim Əl-Nişapurinin Müstədrək ələ Səhihində, nə bilim heç bir nə Müslimdə, nə Buxaridə elə bir hədis yoxdur. Yenə deyirəm, burada özünə görə elmli şiələr belə cahil olmayanlar. Elmli şiələr belə bilir ki, Əhl-i-Sünnətin görüşü və şiə alimlərinin görüşü, bəzilərinin görüşü odur ki, Nur surəsi 11-dən 21-ə qədər, 22-yə qədər Ayşə radiyallahu anhə barədə nazil olubdur.